Salam qızlar, necəsiz? Temudan bağlamam var. İstədim bir balaca qısa video çəkim. Qısa deyəndə 8-9 dəqiqəlıq belə bir gloss aldım. Keçən səfər Shots'ta da dediyim kimi bunun başqa rəngləri də məndə var. 6 nömrəsi, 4 nömrəsi və bu yoldaydı. Bu da gəldi. Bu da çox xoşuma gəldi. Sizlərlə bir yerdə gəlin sınayaq. İndi bilmirəm videoda nə qədər parıldayır. Bilmirəm dəqiq, amma real həyatda çox gözəldir. Alsanız heç peşman olmazsınız. Qiyməti də münasibdir. Yəni o qədər bahalı bir şey deyil. Hardasa 5 manat, 6 manat civarında. Və bu 07 nömrədir. Belə bir USB sifariş verdim. Mən USB-ləri dəhşət dərəcədə tez qırıram, bilmirəm. Yəni heç nə eləmirəm, durduq yerə. Bir də görürəm ki, o dip hissəsindən simləri ayrılıb. İndi bilmirəm nədəndir. Demək olar ki, 2 aydan bir USB alıram. Temuda yazılmışdı Samsung'un orijinal USB-sidir. İndi bilmirəm nə qədər doğrudur. Yəni orada elə yazılmışdı. Və mən burada Samsung indi qabaqda görəcəksiniz orijinal adapter üçün almışam. Dəst şəkildə, yəni çox gözəl işləyir. Yəni tez yığır. Əvvəlki orijinal USB-m necə idi, bu da elədir. Yəni mən çox bəyəndim və orada USB-nin tənzimləyə bilirsiniz səpətə atarkən uzunluğunu, qısalığını. Orada o şey yaxşıdır. Yəni tənzimləyə bilirsiniz. 1 metrədən tutmuş, 2 metrəyə kimi var. Mən metrə yarım götürdüm və məncə belə yaxşıdır. Yəni buradan alırıq. 1 metrə də öyle heç 60 santıdır məncə. Heç çatmır da yeri gəlsə. Amma bu çox gözəldir. Özün tənzimləmək, yəni orada özün seçmək, səpətə atmaq çox gözəldir. Mətbəxim üçün belə bir salafan yığmaq üçün buradan yuxarıdan şəklini yapışdıracağım. Salafanları bir yerə yığırsan, səliqəli şəkildə içinə yığırsan, çox gözəl, səliqəli görsənir. Hara istəsəniz yapışdıra bilərsiniz. Arxada yapışqanı var. Bunun adına bilmirəm dəqiq nə deyilir, amma orada şəkildə gördünüz. Və oğlum üçün belə bir papaq sifariş verdim və mən razmerə baxmadım. Razmeri seçmədiyim üçün bilmədim. Necə bilmədim, yadımdan çıxdı, ona görə rəngini bu rəngdə almışam. Sadəcə razmer seçmədiyimə görə, razmerə baxmadığıma görə 2 razmer böyük gəlib. Amma ziyanı yoxdur, inşallah gələn il ya o bir il inşallah taxar. Belə çox qalın materialda deyil, sadəcə soyuq havalarda taxmaq olar. Amma belə yenə dediyim kimi qış materialında deyil, yəni çox qalın deyil. Rəngində bu rəngi seçmişdim. Sadəcə razmerinə baxmadığım üçün 2 razmer böyük gəlib. Belə bir əlcək aldım. Əlcəyi özüm seçdim. 3 yaş rəngini özüm seçdim. Sarı rəng və içi qalındır. İndi sizlərə göstərəcəm burada. İçini çox qalındır. Çox xoşuma gəldi. Tam əlinin üstündə gəldi. Mən çox bəyəndim. Və oğlum üçün belə bir kalqutka aldım, tək şəkildə. Bunun ən çox rəngi və arxasının bəzəyi xoşuma gəldi. Qəşəng belə cici bir şeydir. Çox qalın kalqutka deyil, normaldır, çox da nəzik deyil.
Toxunuşu çox gözəldir, çox xoşuma gəldi. Yəni 5-dən 5 verərəm buna. Yəni həqiqətən 5-ə layiqdir. Çox xoşuma gəldi. Belə tam üstündə oldu rozmeri. Və belə bir maqnitlər aldım. Bu tək şəkildə satılırdı. Cüt şəkildə də mən cüt şəkildə aldım. Bu maqnitlər nədən ötəridir? Buradan şəklini yapışdıracağım yuxarıdan. Bu şalvarın ayaqları aşağı düşəndə mən biraz qıcıqlanıram. Belə yerlə sürünəndə. Onların ayağına vurmaq üçün almışam. Bir də bu sarışqalara da vurulur. Sarışqaların qollarına çox gözəl bir şeydir. Mənim çox xoşuma gəldi. Bunun gümüş rəngi də var idi. Sarı rəngi də var idi. Belə biraz qarıya çalan belə rəngi də var idi. Səsimə görə üzr sayın. Biraz xəstələnmişəm. Ona görə səsim biraz belə cobud çıxır. Qrip olmuşam. Üstünüzə sağlıq. Və özüm üçün belə bir kofta sifariş verdim. Material %100 pambıqdır. Material çox yumuşaqdır. Çox xoşuma gəldi. Kofta belə barmağa keçən koftalardandır. Bunun hər rəngi var idi. Mən boz rəngi götürdüm. Kofta çox, necə deyim, göbəkdən yuxarı deyil. Göbəkdən aşağıdır ki, düzdür şəkildə biraz açıqdır. Amma ki, belə real həyatda, yəni göbəkdən yuxarı deyil, göbəkdən aşağıdır. Yəni ürək rahatlığından ala bilərsiniz. Və burada kargomuzun sonuna gəldik, çatdıq. Və kargo açılışından sonra Boltdan 2 nəfərlik gülçu xəncəli sifariş verdik. İndiyə kimi qızardılmış, heç vaxt denəməmişdim. Amma gülçu xəncəli, suda bişmiş gülçu xəncəllərini demək olar ki, uşaqlıqdan ona olan sevgim heç vaxt bitməyib. Amma belə ilk dəfə idi qızardılmışını yeyirdim və qızardılmış çox xoşuma gəldi. Demək olar ki, ən favori yeməyim oldu. Qızardılmış gülçu xəncəli. Və burada turşusunu, sosunu biz ayrı aldıq. Yəni üstündə əlavə olunmur. Ayrı-ayrı alırıq. Turşu da çox yaxşı idi. Sos da çox gözəl acılı sos idi. Burada salfetkasını, qaşığını, xəncəlini, batiskasını, hər bir şeyini qoymuşlar. Çox gözəl pişmişdi. Çox razı qaldıq. Və burada sizlə yavaş-yavaş sağollaşıram. Videomu bəyəndinizsə də abunə olun. Kanalıma dəstək olun. Bəyənin. Çox sağ olun.